Kiev bildirir ki, xalqın rəyi olmadan, yəni referendum keçirilmədən heç bir kağıza imza atılmayacaq. Rusiya hazırda bütün Donetsk və Lugansk vilayətlərinin ona verilməsini tələb edir. Moskva, Avropanın ən böyük atom elektrik stansiyasının ona məxsus olduğunu və idarə etmənin tamamilə Rusiyada qalmasını şərt qoyur. Ukrayna heç bir halda Krım və ya Donbasın Rusiya ərazisi kimi tanınmasına razı olmayacağını, hər hansı bir güzəştin yalnız müvəqqəti olacağını bildirir. ABŞ Kiyevə bildirir ki, sülhə razı olmasa yardım kəsiləcək. Moskvaya isə bildirir ki, razılaşmasa Ukraynaya görünməmiş səviyyədə silah veriləcək. Hazırda müzakirə edilən ən real model torpaq müqabilində təhlükəsizlik modelidir. Rusiyanın hərbi xərcləri büdcənin 40%-ni keçib. Bu, uzun müddətli davam edə bilməz. Dondurulmuş münaqişə senarisi daha real görünür. Bu varianta görə sərhədlərdə atəşkəs elan olunur və münaqişə dayandırılır. Müharibənin 2026-cı ilin sonuna qədər qaynar fazadan çıxıb, dondurulmuş münaqişə halına gəlməsi ən böyük ehtimaldır. Tam və yekun sülh sazişinin imzalanması isə 10 illiklər çəkə bilər.